Dostlar böyle. Şimdi çıktık hostelden. Hələ gelirik kış kəndinə, gedib görək. Oraları biraz gəzəyən eləyən, sonra qayıdarıq, düşərik. Belə. İzləmədə qalın. Buradan avtobusa falan binəcəyik, oradan da o üzə getməliyik. Bir görək başımıza nə iş gəlir. Səhk elə bilirdim avtobusdan gələcəm. Taksi sağ olsun o gətirdi. Çox interesli yolları var buranın. Deməli buradan deyirlər düz getməliyəm, səhv etmirəmsə. Çox qəşəng yer daha buralar özümün, yəni çox gözəl yerləri var. Hal-hazırda Qış kəndindəyik. Qış kəndinin içi ilə gedirik Alban kilsəsinə tərəf. Sağ olsun qardaş izah elədi. Dağlar çox qəşəngdir. Çox qəşəngdir, çox. Kəndin yollarıdır. Gedirik. Axır ki gəldik, çatdıq. Kiş Alban məbədinə. Deməli, burada tarixi barədə yazır. Azərbaycan və ingilis dillərində yazılır. Baxın, burada hamısı da qeyd edilir, burada falan. Hamısı qeyd olunur. Azərbaycan Respublikan Dövlət Turizm Agentliyi. Bu isə giriş hissəsidir. Giriş falan da ödənişlidir. İndi görək nə olur, içəri keçirik. Gedək baxaq buralar barədə. Çox möhtəşəmdir. Danışa bilmirəm konkret. Danışa bilmirəm sadəcə, yəni o qədər möhtəşəmdir içəri. Danışmaq olmur da, yəni adamın konkret dili tutulur burada. Tarix də, canlı tarix. Vallahi nə deyim. İnsan öz gözlərinə gəlib görməsi mümkün deyil. Yəni nədir məsləhət eləyirəm bütün izləyicilərimə belə. Yəni vallahi gəlin görün. Dəyər. Qədər möhtəşəmdir bura. Yəni çox möhtəşəmdir, çox. Kamera ilə falan çəkilir. Sonra bura var. Belə bir balaca heykəl var. O deməli Albaniya hökmdarı Cavanşirin duasıdır. Belə bir interesli bir şeydir. Çox yaxşıdır. Saxsı qablar, deməli. Buradadır. Getir indi o birinə. Tarixləri falan hər şey yazılıb, məbədlərdir bunlar. 7 kilsə kompleksi bazilika. Çox gözəl. Yəni baxıram, çox adam ləzzət eləyir. Çox ləzzət eləyir konkret. Yəni gəlib görməklə gəlib görmək lazım. Yəni
Burada şirazat düzəldilir qəşəng. Portağallar. Nerede konkret? Olmadı. Burada qəşəng turşular, mürəbbələr falan hamısı var. Stəkanlar da var. Bunlar bizim kətdə də var ya. Çayxanada işləyimizdən. Belə möhtəşəm peçat, qəşəng. Çox bombadır. Allah'ın dostu, yəni baxırsan çox ləzzət eləyir. Yəni mənim həmişə arzum olur Avropanı falan çəkmə. Baxıram ki, vallahi öz bölgəmizdə də belə pis deyil. Belə strelkamız da var. Qəşəng. Düşürük bura. Buranın da bir də interesli, yəni maraqlı yeri nədədir? Buranın yəni belə getdiyimiz bu yollar ki, görürsüz daşdır. Baxın, bildiyiniz döşəmə daşlar, çay daşlar. Yəni çox möhtəşəm, çox yaxşıdır. Baxın, burada inanmıram ki, kimsəyə palçığa bata, konkret deyirəm yəni. Mümkün deyil ki, kimsə ayağı palçığa bata. Vallahi deyirəm. Çox yaxşı, çox gözəl. Şunlara var, yol çox uzun, hardasa 7 kilometre yoldur. Özüm benim konkret özüddən Allah. Yani bildiğin özü değil. Yani o yüzü bu yüzü yoktu. Vallahi. Ya dostlar, indi gəldik yukarı Karvansaraya. Gedək. Orada şöyle vəziyyətlər nədir? Baxaq belə belə. Yukarı Karvansaradır. Çok şey. Axır ki burada qismət oldu kesməyə. Prosta girişdə niyə çəkmədim? Çünki bəygəlim var idi, dedim. Yəni quşlarla birdən gəlməz ona görə. Wow. Başqa məsələdir ki, konkret. Uf. Çox əla, çox gözəl. Ruslar demiş, prosta patrissaj. Çox gözəldir, çox sadəcə gözəllik. Prosta prelist. Deməli dostlar, ikinci mərtəbədəyəm. Hal-hazırda yağış yağır, ona görə çıxmaq istəmirəm, hələ ki düşmək istəmirəm. Biraz səngisin. Sonra inşallah yavaş-yavaş düşək. Bu gün də yekunlaşdıraq. Belə. Görək nə olur. Çox gözəldir, həyatı həddindən artıq gözəldir. Çox adama ləzzət eləyir. Bildiğim kadarıyla size bir şey de məlumat verim. Bildiyim qədəri deməli 18-ci əsrdə Şəkinin ticarət mərkəzi olduğu dövrdə inşa olunub. Bura şərq memar üslubunda tikilib. Yəni bildiyim qədər belədir. Hazırda otel kimi fəaliyyət göstərir və
çay, gözəl bitilər falan verilir. Çox gözəldir. Yəni çox gözəldir. Koridor falan gəzirsən. Yəni. Hə dostlar, belə. Bugünlük də bu qədər. İnşallah gələn vloga qədər görüşərik. Hər kəsə təşəkkür edirəm, belə deyim. Bizə abunə olmağı, bir də videoları atmağı unutmayın. Çox sağ olun, təşəkkür edirəm hamınıza. Növbəti görüşlərə dək.